Deməli, fasaddakı nöqsanları aradan qaldırılmaq üçün dəvət edildiyimiz villadan görüntüləri sizlərə təqdim edirəm. Fasad işləri görülmədən öncə tikinti və evə bitişik olan divarlarda termoizolyasiya edilməli idi. Xüsusən terasın evə bitişik olan divarlarında müxtəlif temperaturlu havaların qovuşması olan hissələrdə temperatur şovları olmalı idi. Sonra isə üzərindən germetik izolyasiya edilməli idi. Dam, parapet, pəncərə ətrafları, terras divarları xüsusi membranlar ilə izolyasiya edilməli idi. Edilmədikdə isə belə xoşagəlməzliklər qaçılmazdır. Ümumiyyətlə, bu tipli evlərdə evin fasadı termo və germetik izolyasiya edilmədikdə kondensasiya tərinin yaranması nəticəsində evin daxili divarları kiflənir. Həmçinin görüntülərdə olan villanın terasın yer səviyyəsi daxili məkanın yer səviyyəsindən hündürdə yerləşir. Xarici səthdə termoşou və termoizolyasiya olmadığı üçün evin həmin səviyyə divarlarında ciddi nəmişlik nəzərə çarpır ki, bu da təmiri sıradan çıxardır. Pəncərə ətraflarının germetik izolyasiya olunmaması isə ayrı bir mövzudur. Burada da membran yox idi. Ümumiyyətlə, bina istər germetik, istərsə də termoizolyasiya edilmədiyi üçün təmirə ciddi zərər dəyib. Fasadda olan bu problemlər isə gözləniləndir. Çünki fasad boyaları bir müddətdən sonra əsasən su ilə daha çox təmas edən yerlərdə qopub tökülür. Buna görə də bir neçə ildən bir fasad boyaları yenilənməlidir. Lakin termoizolyasiya sistemi olan havalandırılan keramogranit fasad və ya montalama fasadlarda bu kimi problemlər olmur. Bu kimi problemlərin qarşısı vaxtında alınmalıdır. Çünki hər bir tikilinin xarici gözəlliyindən daha çox onun düzgün izolyasiya olunmasıdır. Buna görə də bu kimi işlərə başlamazdan əvvəl fasad mütəxəssisləri ilə məsləhətləşmək lazımdır. İşi öz əhlinə həvalə eləmək lazımdır. Gözəl iş, görünüş, keyfiyyət və dayanıqlığı özündə cəm etdirən işdir.